Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Azərbaycan müasir musiqi tarixinə nəzər yetirəndə, yəni biz elə adları, elə simaları görürük ki, həqiqətən də həmin insanlar Üzeyir bəydən gələn ənənələri öz əsərləri ilə, öz yaradıcılıqları ilə qoruyub saxlamağa çalışırlar. Yəni bu insanlar müasir dövrdə, rəqəmsal dövrdə, süni intellektin var olduğu bir dövrdə yaşasalar belə o ənənələrə sadiq insanlardır. Yəni onlar bilirlər ki, əsl bəstəkar necə olmalıdır, əsl bəstəkarın yaratdığı əsər necə olmalıdır və inanın ki, əziz dinləyicilər, bugün texnika, texnologiya nə qədər inkişaf etsə də insanların ən çox ehtiyacı olan şey elə canlı ünsiyyətdir, canlı musiqidir, ürəyə toxunan musiqidir və bu cür ürəyə toxunan musiqilərin müəlliflərindən birini bugün verilişimizə dəvət etmişik. Böyük məmnuniyyətlə biz onu sizə təqdim etmək istəyirik. Bugünkü Can Azərbaycan verilişinin qonağı əməkdar artist, bizim dəyərli bəstəkarımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Camalzadədir. Vüqar müəllim, xoş gəlmisiniz. Çox sağ olun, çox təşəkkür edirəm belə gözəl isti təqdimata görə. Bizim doğma ictimai televiziyadan mən bundan artıq heç nə gözləmirəm və bundan əskik də gözləmirəm. Bəli, sağ olsunlar. Artığı ola bilər, amma əskiyi heç ola bilməz. Çox sağ olun. Vüqar müəllim, maşallah son vaxtlar böyük tədbirlərdəsiz, insanlarla çox işləyirsiniz. Hərdən mən fikirləşirəm ki, bir bəstəkara imkan verin də, təkliyə qapansın, bir özü ilə qalsın, yeni əsərlər yaratsın və əlbəttə ki, yeni layihələrdə olmaq gözəldir. Bu həm də yeni yaradıcılıq uğurları deməkdir, amma biz sizdən daha çox yeni əsərlər gözləyirik. O da var, təbii ki, paralelində gedir. Bu mənim alnıma yazılmış bir şeydir. Yəni 12 yaşımdan etibarən artıq mən böyük layihələr üzərində, yəni 12 yaşında deyirsiniz ki, bu nə danışır, 12 yaşında uşaq. Doğrudan da o vaxt Azərbaycan Dövlət Televiziyasında Qırmızı Qərənfil ansamblı var idi. Deməli, uşaq ansamblı var idi və mən orada böyük bir ansambl idi, 60-70 nəfərlik və bir dənə piano var idi, qırmızı royal idi Dövlət Televiziyasında, Qarabağ studiyasında və mən orada ifa edirdim. Biz hər həftə üçün yeni repertuar qururduq və hər həftə yeni repertuarla Dövlət Televiziyasında çəkilişlərə gedirdik, çəkiliş edirdik, efirlər və s. Bundan sonra getdi, böyüklük, kiçiklik, xarici, daxili, bütün bu layihələr, proyektlər, bu artıq mənim həyat tərzimdir. Hər halda biraz gecə olanda, 3-4 ay olmayanda mən özüm darıxıram artıq ki, niyə yoxdur? Yoruluram düzdür sonra, amma o istək hələlik qalıb və potensial da şükür Allaha var, eləyirik və dövlətimiz də çox sağ olsun, hər zaman dəyərləndirir və mənə bu gözəl işləri görməkdə etimad göstərir. Hər bir bəstəkarın öz, belə deyim də, iş prinsipi var. Bəli. O bəstələmə prosesi deyirlər, buna mahnı bəstələmə prosesi. Bəli. Sizdə bu proses necə olur? İlham pərisi gəlir, səslər eşidirsiniz qeybdən, yoxsa planlı şəkildə iş görürsünüz? Yox, valla ümumiyyətlə bizim böyük mərhum bəstəkarımız, mənim müəllimlərimdən biri, böyük Arif Məlikovun çox gözəl bir fikri var, sözü var idi. O hər zaman bizə dərsdə deyərdi ki, peşəkar var, diletant var. Diletant sevir, bacarmır, peşəkar sevmir, bacarır. Və bu doğrudan da çox möhtəşəm bir sözdür. Bunun zaman keçəndən sonra mən onun mənasını doğrudan da dərk eləməyə başlamışam və müəyyən şeyləri yorğun olsan da, sevməsən də, tələssənlik olsa da arada və s. ilə axıra sən bunu çox peşəkarcasına bacarmalısan. Çünki sən bəstəkar adını üzərinə götürmüsənsə və böyük layihələr üzərinə götürmüsənsə, sən bunu bacarmalısan çox yüksək səviyyədə, peşəkar səviyyədə. Hə, bu işin içərisində bir ilham pərisi də gələndən sonra, bu işin içərisində bir daxili istək də gələndən sonra bu çox möhtəşəm bir iş olur. Mən də doğrudan da çalışıram ki, həmin o peşəkar, məsuliyyətli işlərin içərisində mütləq və mütləq öz istəyimi, arzumu, həvəsimi və ilhamımı da qatmağa çalışım. Vüqar Camalzadə daha çox hansı anlarda musiqiyə sığınır? Çünki hər insanın həm xoş anları olur, həm də çətin anları olur. İstənilən anımda musiqi mənim yanımda olubdur. İstənilən sevincli anımda, çox kədərli anımda,
daxilim bərbad olan vəziyyətdə, sevincdən ürəyim partlayacaq vəziyyətdə hər bir zamanda musiqi mənə həm təsəlli olub, həm dost olub, həm yoldaş olub, həm sevincimi bölən olub, həm kədərimi bölən olub. Çünki bəlkə də qeyri-material varlıq olmasına baxmayaraq ən yaxşı dostluğu və ən səmimi dostluğu mənim üçün musiqi eləyibdi. Belə deyək. Yəni musiqidə tapmısınız bütün mütləq. Yəni istənilən söhbət sırf müəyyən bir mahnı və yaxud müəyyən bir əsərdən getmir. Söhbət o necə deyək, o səslərin, o ardıcıllıqların. Çünki bu doğrudan da belədir. Musiqi ümumiyyətlə dünyada, kainatda ilk yaranmış bir varlıqdır, gözünə görünməyən varlıqdır. Sözdən də əvvəl musiqi yaranıb. Çünki söz icad olunana qədər və s. insanlar bir-birlərini hayla, küylə çağırıblar, səslə çağırıblar. Yəni istənilən bir səs də bir musiqinin elementidir. Sonradan bunun adına iqa elmindən gəlir də bu. Misirdə hətta bunun böyük bir akademiyası var, İqa Akademiyası. İqa qırtlaq arasında olan bir məsafədir və o körpələrin doğulduğu zaman inqə dediyi həmin o boğaz böyük bir elmdir. Bu İqa elmi, böyük bir universiteti var, Misir Universiteti İqa elmi və musiqa bəziləri muza sözündən götürürlər, amma burada bir İqa elminin elementləri var ki, bu nəfəslə ürək arasında olan möhtəşəm bir energetik formadır. Yəni bunu izah eləmək çox çətindir, belə deyə. Amma onu hiss eləmək, əgər hiss eləyə bilirsənsə, çox böyük xoşbəxtçilikdir. Çox böyük, fenomenal bir hissdir. Bunu ona görə o qədimlərdə deyirdilər, o dastanlarımızda falanlarda ki, deyir, mən sözlə deyə bilmirəm, bir sazla deyim. Mənə elə gəlir ki, siz sözlə də yaxşı deyirsiniz, lazım olsa sazla da yaxşı deyirsiniz. Yəni mən saz deyəndə məcazi mənada musiqini nəzərdə tuturam. Vüqar müəllim, o qədər müğənnilərimiz var ki, siz onlarla əməkdaşlıq eləmisiniz. Demək olar hamısı ilə. Bəli, demək olar ki, hamısı ilə. Və siz danışdıqca mən hiss eləyirəm ki, siz enerjiyə inanan adamsınız. Yəni insanların müsbət aurası sizi cəlb eləməlidir. Və hətta elə düşünürəm ki, mahnılarınızı da bəlkə də yazanda fikirləşirsiniz ki, bu mahnı ilə kimin enerjisi tutar? Həm o, həm səs tembri təbii ki, həm xarakterləri. Çünki məsəl üçün belə deyək də, Röyə yazdığım bir mahnını mən tutaq ki, kimə Elnarəyə verə bilmərəm və yaxud Elnarəyə yazdığımı Zülfiyə Xanbabayevə verə bilmərəm və ya o birisi belə xarakterə görə, səsin tembrinə görə, insanın müəyyən bir həmin siz dediyiniz energetik ruh halına görə ona yazılan mahnı da fərqli olmalıdır. Bir var standart paket deyək buna, yəni mahnı yazılır ki, sən gəl oxu görüm necə oldu, falan sən gəl oxu. Bəli, bunun da bir tutan hallar olur, amma əksərən bu olmur mənim fikrimcə. Mən heç zaman çalışmamışam ki, mahnını bəstələyəndən sonra müğənnisini tapım. Hər zaman istəmişəm müğənnini bilim və o müğənni üçün onun bacarıqları, həm texniki bacarıqları, həm daxili hissi bacarıqlarını biləndən sonra onun üçün musiqi yazmağa çalışmışam və mənə elə gəlir bu daha uğurlu alınıbdır. Kimdən əməkdaşlıqdan daha çox zövq almısınız? Çoxu ilə. Yəni bir nəfər deyil, 5 nəfər deyil. Gənclər də var, orta nəsildə var, yaşlı nəsildə var, xalq musiqisi ifaçıları da var, pop musiqi ifaçıları da var, klassik vokal ifaçıları da var. Mənim üçün o fərq yoxdur. Mənim üçün musiqidə kateqoriyalaşdırma yoxdur. Mənim üçün yaxşı musiqi var, pis musiqi var, peşəkar musiqi var, qeyri-peşəkar musiqi var, zövqlü musiqi var və zövqsüz musiqi var. Bunun içərisində Afrika musiqisindən tutmuş Argentina musiqisinə qədər, tangosuna qədər və yaxud bir Yapon musiqisindən, Çin musiqisindən tutmuş hər bir halda yəni istənilən uzun zamanın süzgəcindən keçib və ələnib gəlmiş peşəkarcasına ifa olunan bir musiqi gözəl olmaya bilməz. Vüqar müəllim, mən belə başa düşdüm ki, saysız əsərləriniz var ki, onların hər biri
planlı iş qrafikinə əsasən alınıb. Yəni bəstəkarlıq sizin üçün ən əsas peşə olduğuna görə və siz bu sahədə peşəkar bir insan olduğunuz üçün, təhsilli bəstəkar olduğunuz üçün artıq nəyi necə etmək lazım olduğunu bilirsiniz. Həm də zamanlama çox Bəli, böyük həm də önəm daşıyır. zamanlama, bəli. Təbii ki, bizim yaşantımız, yaşadığımız aylar, günlər, saatlar və o zaman baş verən hadisələr təbii ki, bizi biz eləyən amildir. Yəni təsəvvür edin ki, bir insan anadan olub 50 yaşa qədər sadəcə işə gedib, gəlib. Mən elə insanlar da tanıyıram. Mənim üçün çox solğun, ürək sıxıcı və hətta ürək partlama dərəcəsinə qədər bir sıxıcı bir mən belə yaşaya bilməzdim. Amma insan da var, keşməkeşli həyat yolu keçib. Həm sevincli, həm kədərli, həm imkanlı, həm kasıb. Hər bir şey, həyatın bütün dadlarını, ləzzətlərini, acılarını, ağrılarını ömrü boyu yaşaya bilibdir və o artıq onun təhtəlşüur, yəni beyin altısından süzülərək gəlib onun ruhuna dolandan sonra təbii ki, ruhlu insandan söhbət gedir, düşünən insandan söhbət gedir. Artıq onun süzgəcindən çıxan bir nəsə, istəyir musiqi olsun, istəyir ədəbi bir yönü olsun, istəyir rəsm olsun, istəyir fəlsəfi baxış olsun, bu artıq seçilməlidir. Və insan orijinaldırsa, özünə məxsus bir tərzi varsa, bu daha da onu maraqlı edir. Ən aşağısı bir söhbət adamı kimi, sabisednik deyirlər rusca buna. Müsahib kimi, bəli. Ən aşağısı belə olur və ona görə də mənim üçün maraqlı insan var və maraqsız insan var. İki kateqoriyaya bölünsün. Maraqsız insan çox yaxşı insan ola bilər. Amma mənim üçün maraqsızdır. Mən onunla 5 dəqiqədən sonra yoruluram. Amma maraqlı insan pis insan da ola bilər. Qəddar insan da ola bilər. Nə bilim, amma görürəm ki, adam çox maraqlıdır. Ay Vüqar müəllim, mən bundan sonra bütün qəddar insanlarda maraq axtaracağam. Yox, söhbət ondan getmir. Təbii ki, indi dərk edən insan qəddar ola bilməz. Bəli. Hətta qəddarlığı da olsa müəyyən nəyə görəsə ola bilər. Ya iş prosesinə görəmi, ya bəxil. Çünki bunsuz da keçinmək olmur hər halda. Öz təcrübəmdən bunu bilirəm. Çox böyük layihələr, proyektlər. İndi də özüm Vaqif Mustafazadə adına 2 saylı İncəsənət Məktəbinə direktor təyin olunmuşam və böyük bir kollektivlə də çalışıram. Buna görə də qəddar deməyim, hər halda tələbkeş və hər şeyə diqqət edən bir insan olmaq lazımdır ki, işin getsin. Buna bəziləri qəddarlıq kimi baxa bilərlər. Amma lazım olan yerdə, lazım olan hərəkəti məncə situasiyaya görə eləmək lazımdır. Çünki əks halda səmərəsiz də olmaz və istədiyin effekti də verməz, əksinə pis effekt verə bilər. Vüqar müəllim. Bəli. Sizi daha çox, yəni ekrandan, efirdən Yeni Ulduz yarışmasından tanıdılar desəm, yəqin ki, səhv etmərəm. Razılaşarsınız. Amma ondan əvvəl 7-17 var idi. 17 yaşında mən o proyektə gəldim. Azərbaycan Dövlət Televiziyasında. Daha sonra çıxmamışdım oradan. Elə o binanın bir hissəsinə, o bir hissəsinə keçdik. Rəhmətli Nazim Abbas var idi rejissor. O məni dəvət etdi ki, balası gəl belə bir iş görək. Və mən öz qrupum vardı o vaxt, Vətən qrupu. Əvvəlcə çıxış eləməyə başladım. Sonra da musiqi rəhbəri kimi artıq 18 yaşımdan hardasa bir 22-23 yaşına kimi mən həmin layihənin musiqi rəhbəri oldum və o zaman doğrudan möhtəşəm bir populyarlıq qazanmış bir layihə idi, veriliş idi. Həm Azərbaycanın bölgələrində, Bakıda təbii ki, eyni zamanda qardaş Türkiyədə, keçmiş postsovet məkanlarında, türk dilli dövlətlərdə bizim möhtəşəm konsertlərimiz və verilişlərimiz olurdu. Şəkil Barış Mançonun rəhmətliyin şousunda 7-dən 77-yə qədər şouda çıxış eləmişdi. Yəni bu birincidir, belə deyə, əgər populyarlıqdan söhbət gedirsə, ilk populyarlığı mənə 7-17 verilişi qazandırdı və eyni zamanda tək nəinki mənə Azərbaycanın bu dəqiqə ən sevilib seçilən hörmətli müğənnilərini ad saymaq olar ki, onlar 7-17 verilişində biz bir yerdə işləmişik. Ondan sonra Yeni Ulduz gəldi, digər layihələr gəldi və deməli Səs Azərbaycan layihəsi ki, ilk deməli layihəsi Azərbaycan Dövlət Televiziyasında oldu və ondan sonra ikinci
layihədən etibarən ictimai kanalda yayımlanmağa başladı. Mən orada 2 yoxsa 3 Səs Azərbaycan yarışmasında həm böyüklər üçün, həm uşaqlar üçün 3 həm böyüklər üçün, həm uşaqlar üçün, həm də Səs Azərbaycan doğma nəğmələr deməli ilk dəfə olaraq The Voice-un tarixində belə bir ictimai kanal tərəfindən gözəl bir eksperiment eləndi və burada da biz Azərbaycanın milli musiqilərinin mahnılarını, muğam dəstgahlarını və sairələrini yeni tərzdə dünya tamaşaçısına, Avropa tamaşaçısına çatdırmağa çalışdıq. Siz Barış Manço'nun şousuna Vətən qrupu ilə getmişdiniz Türkiyəyə. Bəli. 18 yaşlı gənc. 18 yaşım, bəli, 18 yaşım, bəli. Necə hisslər idi? Barış Manço ilə görüşmüşdünüz. Görüşdük, Allah rəhmət eləsin. Necə xatırlayırsınız? Möhtəşəm insandı. O vaxtlarım onun 777 verilişi var idi. Bəli, çox məşhur verilişi idi. Azərbaycan Dövlət Televiziyasında da bu 7-17 verilişi açılandan sonra və populyarlıq qazanandan sonra sərhədlər təzə-təzə isinişməyə başlamışdı və bizə belə bir təklif gəldi ki, bir də gördük ki, Nazim müəllim rəhmətli dəvət edir ki, balası gəlin bura, bəs biz Türkiyəyə gedəcəyik. İlk dəfə idi gedirdiniz Türkiyəyə? İlk dəfə idi. O vaxtlarım deməli ilk dəfə idi ki, mən postsovet məkanından xaricə çıxırdım. Yəni bir kapitalist dövlətinə belə deyək çıxırdım və ora mənim üçün elə bir ki, mən başqa bir planetə düşmüş kimi reklamlar küçələrdə, xarici avtomobillər, insanların başqa cür tərzi, geyimi və s. küçələrdə dönər satırdılar. İlk dəfə idi görürdünüz. Çox maraqlı, bir başqa bir Marsa düşmüşdük, hara düşmüşdük. Bir 15 gün biz orada qaldıq. Nəinki Barış Mançonun verilişində çıxış etdik, eyni zamanda bir neçə bələdiyyə bizim üçün konsertlər təşkil elədi, görüşlərimiz oldu, maraqlı görüşlərimiz oldu və doğrudan da həm mənim, həm ora gedən həm ifaçı, həm musiqiçilər üçün bu silinməz bir xatirə. Nəinki yadda qalan, yəni bu ilk bizim belə deyək də bir dünyaya açılışımız idi. Bəli, və orada da əminəm ki, dedilər ki, Azərbaycanın 18 yaşlı istedadlı uşaqları var, hə? Vüqar müəllim. Böyüyüm idim, 18, 13 də vardı, 14 də var idi. İzzət Bağırov var idi, məsəl üçün bizlə. Azərim var idi. İlk dəfə o mənlə getdik biz o vaxtların Türkiyə, Azərin xanım, sonra rəhmətli Ramil Abbasov var idi. Vətən qrupunun üzvü idi o da. Və digərləri də vardı, muğam ifaçılarımız var idi. Maraqlı bir kollektiv getmişdi və orada da hətta 7-17-nin 2 yoxsa 3 verilişi çəkildi İstanbul şəhərində. Mən nəyi sizdən bayaq soruşmaq istəyirdim? Deməli, Yeni Ulduz yarışmasının o sonundakı iştirakçı çıxıb gedirdi, bir mahnı səslənirdi. Get yolun açıq olsun. Bəli. O mahnı hər dəfə məni elə kədərləndirirdi ki, mənim bəstəmdə siz o mahnını yazanda hansı hisslərlə yazmısınız? Yəni doğrudan özü dillərə düşmüşdü. Baxmayaraq ki, layihədən olan bir mahnı idi. Bir şey olan kimi hamı bir-birinə deyirdi, get yolun açıq olsun. O vaxtlarım layihənin rəhbəri Yaşar Məmmədov mənə dedi ki, yəni birinci Yeni Ulduzda biz artıq planlayırdıq ki, giriş musiqisi necə olsun, o peribivka deyirik, yəni reklama keçid musiqisi, reklamdan gəliş musiqisi. Yəni bu texniki məsələlər həll olunurdu və gəldi ki, bir dənə də mahnı lazımdır ki, müğənni tərk edib gedəndə oxunsun. Dedim, çox qəddar bir addım atacağam, elə bir şey olacaq, elə çalışacağam eləyəm ki, gələndə ağlasın. Yox, zarafat edirəm təbii ki. Amma valla ağladırdınız. O hisslər, bilsin nətər, o inanın mənə, sonradan biraz qəlbimiz daşlaşdı. Artıq bir neçə efirdən sonra əvvəl biz özümüz də ağlayırdıq. Çünki o halda gəlirdi, çıxırdı, həyəcan və s. Biz də müğənnilə bir yerdə həyəcan çəkirdik. Sonra o, ay bu niyə çıxdı, nəm, belə pis olurdu, ürəyim tuturdu və s. Amma müəyyən bir artıq bir neçə 5-6-7 efirdən sonra başa düşdüm ki, bu belə davam eləyəcək və bu qaydadır, belə olmalıdır. Ona görə biraz rahatlaşdıq, sakitləşdik. Amma doğrudan da bilirsiniz, hər bir ələl xüsusda musiqi məsələsində
bir duyğusallıq olmalıdır. Çünki musiqi insanların duyğusuna təsir edən bir şeydir. Əgər o duyğuya təsir etmirsə, mənim nəzərimdə o iş musiqi deyil. Xanəndələr arasında belə bir fikir var ki, yaşa dolduqca nə oxuduğumuzun fərqinə varırıq. Məsələn, mən çox yaşlı xanəndələrdən eşitmişəm ki, əşi mən hələ indi oxumağa başlayıram. Təbii. Bilmirəm, ola bilər bəlkə yaşlarını qəbul etmək istəmirlər, bəlkə həqiqətən doğrudan da muğamın fəlsəfəsini anlamaq üçün müəyyən yaş dövrünə çatmaq lazımdır. Bəs bəstəkarlar üçün müdriklik yaşı hansı yaşdır? Ümumiyyətlə 40-dan əvvəl heç bir şey olmur. Hər şey 40-dan sonra başlayır. Bunu deyək. O yaşa qədər biz öyrənirik. Yox, ömrümüzün axırına qədər öyrənirik. Təbii ki, ağıllı adam ömrünün axırına qədər öyrənir. Həm muğam istiqamətində, xalq musiqisi istiqamətində, həm akademik musiqi istiqamətində, istənilən istiqamətdə ümumiyyətlə bir insana müdriklik gəlməlidir ki, nəticədə qalıcı bir işlər görsün. Ola bilir, məsəl üçün, gənc yaşlarında da həmin şeylər ola bilir. Mozart misalında adam 34 yaşında dünyasını dəyişdi və dünya durduqca da onun musiqisi duracaqdır. Beethoven müdrikliyi də var. Məsəl üçün, tutaq ki, mənim müəllimim İsmail Hacıbəyov rəhmətli deyirdi ki, Mozartın ən böyük problemi ondan ibarət oldu ki, o müdriklik yaşına çatmadı. Çünki Mozart tutaq ki, bir 50 yaşa çatsaydı, Mozartın musiqiləri tamam başqa cür ola bilərdi. Çünki o istedadın qarşısında bir də ki, bir yaş müdrikliyi olandan sonra tamam başqa bir şey olur. Doğrudan böyük bir şeydir bu. Kim inanmırsa inanmasın, amma doğrudan hər bir yaşın özünün bir necə deyək, özünün bir ağırlığı var, yükü var və artıq insan həm elmi, texniki tərəfdən müəyyən şeylər, nəticələr əldə edibsə və bir də ki, artıq yaş, müdriklik yaşı gəlib öz sözünü deyibsə, ortaya çıxan iş çox mükəmməl olur. Mən məsəl üçün, düzdür, 20 yaşımda da, 25 yaşımda da, 30 yaşımda da, hətta daha gənc yaşlarımda da elədiyim işlər demirəm pis işlərdir. Amma indiki prizmamdan baxanda mən görürəm ki, bunu daha mükəmməl, daha möhtəşəm etmək olardı və çalışıram ki, indən sonra elədiyim işlər daha belə köklü, köməkli olsun, belə deyək, Qarabağlar demişkən. Süni intellekt bugünkü bəstəkarlıq üçün təhdiddir, yoxsa köməkçi vasitədir? Mənim üçün çox xeyirli bir şeydir. O insanlar ki, ümumiyyətlə mənim nəzərimdə ya pis olmalısan, ya yaxşı olmalısan, orta yoxdur. Çünki bu çox çətin bir şey. Orta sıradan biri olmaq deməkdir. Mən heç vaxt sıradan biri olmağa istəməmişəm, bacarmamışam və mən özüm üçün böyük bir fəlakət sayıram bunu. Mən süni intellektlə hətta müsahibəm də çıxıbdı. Hərdən olur ki, gündə bir yarım saat söhbət edirəm. Çünki məsələn əvvəl bir informasiyanı tapmaq üçün bir 10-15 dənə kitab oxumalıydın ki, istədiyin informasiyonu yığasan. İndi həmin o adam deyə. Mənə həmin informasiyanı saniyələr ərzində verir və mən artıq zamanımı itirmirəm onun üçün. Bunun üçün mənə çox xeyirlidir. Yəni müəyyən bir informasiya almaq, musiqi haqqında, fəlsəfə haqqında, istənilən şey haqqında, riyaziyyat haqqında, nə olur olsun, tarix haqqında mən o informasiyanı tez və daha dəqiqin alıram. Çünki kitabların bir yanlışlıqları da çox olur. Bu mənim işimə çox yarayır. Amma mən heç zaman icazə vermərəm ki, mənim işimi o Dədə Qorqud filmində deyir, qazan ölüb ki, onun evin çoban qutarsın. Bəli. Mən heç vaxt onu özümə... Birinci, o Çernogovskaya var, məşhur xanım, psixoloq xanımdır, neyroxirurq. O deyir ki, insan, yəni, yaradıcılıq yoxdur süni intellektdə. Süni intellekt ancaq dünyada olan bütün o informasiyaları toplayıb yaxşı bir nəticə əldə edə bilər. Amma insanın yaradıcılığı, o ilahi bir yaradıcılıqdır, onda yoxdur və həyatı boyu, bundan 1000 il sonra keçsə də, nə qədər süni intellekt inkişaf eləsə də, onu bacarmayacaq. Vüqar müəllim, siz musiqilərinizi, əsərlərinizi, fəaliyyətinizi dinləyiciyə, tamaşaçıya çatdırmaq üçün hansı platformalardan istifadə edirsiniz? Sosial şəbəkələrdə nə qədər varsınız? Təbii ki, gördüyüm işlər
həm populyar musiqi janrında, həm digər akademik janrlarda var. Məsəl üçün, həm mahnılar bəstələyirəm, həm böyük layihələrdir. Məsəl üçün, musiqili teatr üçün yazdığım, artıq bitirmək üzrə olduğum Şahmaran rock müzikli İradə Gözəlovanın rejissorluğu ilə artıq dövlət sifarişi kimi qəbul olunubdur, şükür Allah. Digər işlərimiz, proyektlərimiz, bunlar Bakı Musiqi Akademiyasında Bəstəkarlıq Fakültəsinin dosentiyəm. Orada audiovizual istiqamətdə tələbələrim var. Müzikallar, film musiqiləri və s. bəstəliyi, filmlər elədiyim işlər, digər şeylər. Bunlar təbii ki, daha dar çərçivə üçündür. Amma bununla bərabərində mən də çalışıram ki, bunlar da nəzərdən kənar qalmasın. Həm sosial media üzərindən, deməli Facebook, Instagram və digərlərində, eyni zamanda mahnılarım dünyanın bəlkə 250-yə yaxın platformasında artıq yerləşdirilibdir. Bəli, Mikpro vasitəsilə yerləşdirilibdir və YouTube-da kanalım var, radio və televiziyalarda. Yəni bu amma fəaliyyətdən... TikTokda yoxsuz. Yox, TikTok adı xoşuma gəlmir, ona görə də biraz nə bilim belə. Adını dəyişsələr olardı. Mən də yoxam olar. TikTokda. Yəni adı doğrudan qəribədir. TikTokun qonağı Vüqar Camalzadədir. Bir də var deyirsən ki, əziz izləyicilər, Vüqar Camalzadə Can Azərbaycan verilişinin qonağıdır. Möhtəşəm sözdür. Hərəsi ayrı-ayrılıqda möhtəşəmdir. Birləşəndə də çox möhtəşəm olur. Çox fenomenal bir şeydir. İnsanın, yəni Azərbaycanlı qanı axan hər bir insanın Azərbaycan vətəndaşının fərqi yoxdur. Hansı milliyyətə mənsubdur. Əgər o insan Azərbaycanlıdırsa, Can Azərbaycan deyiləndə onun mütləq qanı qaynamalıdır, tükləri biz durmalıdır. Bəli. Qəlbində bir təsir əmələ gəlməlidir. Olmursa deməli onda problem var. Və Can Azərbaycan verilişi çox möhtəşəm verilişdir. Mən bir neçə dəfə bu verilişdə iştirak eləmişəm və sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun. Və yeri gəlmişkən onu da qeyd eləyim. Bu il bizim verilişimizin 5 yaşı tamam olur. Maşallah. Can Azərbaycan verilişi, əziz izləyicilərimiz, əziz dinləyicilərimiz 44 günlük Vətən müharibəsi günlərində yaranan bir verilişdir və həmin günlərdə Vüqar müəllim, siz bizim verilişimizin qonaqlarından biri olmuşdunuz. Mən o söhbəti hələ də xatırlayıram. Niskilli, ümidli, o çıxan xəbərləri təşvişlə gözləmək hissi, hər bir şey var idi o söhbətin içərisində. Və bu il biz artıq zəfərimizin 5 illiyini qeyd edirik. Mən bu münasibətlə həm də sizi ürəkdən təbrik edirəm. Çünki siz illərlə hər birimiz o Qarabağ niskilini ürəyimizdə daşımışıq. Yox, təbii ki. Mən ilk dəfə deməli 21-ci ildə 30 ildən sonra biz deməli Xara Bülbül Beynəlxalq Festivalının artıq Qarabağ işğaldan azad olunandan sonra ilk dəfəsini musiqi rəhbəri idim mən. Və biz Heydər Əliyev Fondunun əməkdaşları ilə birlikdə onların avtomobilləri ilə biz artıq işğaldan azad olunmuş əraziyə daxil olduq. Füzuli rayonunun hələ o vurulmuş tanklar, zirehli texnika və s. yığışdırılmamışdı. Yolun qıraqlarındaydı. Hər tərəf sökülmüş, xarabalıq və s. Çox pis bir görüntü var idi. Təsəvvür eləməsin, indi yığışdırıblar, düzəldiblər. Şükür Allah'a, günü-gündən də yeridən qurma, möhtəşəm işlər görülür. O vaxt elə deyildi. Sadəcə müharibə bitmişdi. Hətta biz Şuşaya gedirdik. Şuşaya biz zəfər yolu yox idi onda. Biz onda Qırmızı Bazarda hələ ermənilər yaşayırdılar. Biz deməli Rus sülh məramlılarının müşayiəti ilə getdik, gəldik ora. Qırmızı Bazar yolu ilə o yamaçları qalxa-qalxa. Amma çox pis oldum təbii ki, o görüntünü görəndə. Amma həmin o postu keçəndən sonra ki biz düşdük, bizim pasportlarımızı yoxlayırdılar. Məndə qəribə bir hiss əmələ gəldi. Mən dedim ki, mənim ayağım yenidən bu torpağa dəydi. Və bu inşallah ki, cənab prezident demişkən əbədi olacaqdır və belə də olacaqdır inşallah. Və artıq bütün içərimdə olan o kin, küdurət, niskil, hamısı inanın bir anda çıxdı getdi. Qəlbim o qədər rahatladı. Dedim, eybi yox, tikəcəyik, bundan da yaxşısını tikəcəyik.
bundan da gözəl günlər yaşayacağıq, gözəl konsertlər verəcəyik ki, ardı-arası şükür Allaha kəsilmir. Bəli. Hə. Amma əsas o niskil qutardı, şükür Allaha. Sizə dərin təşəkkürümü bildirirəm. Dəyməz. Ruhunuza sağlıq deyirəm, olun. qəlbinizə, ürəyinizə, musiqinizə. Çox sağ ol. Mən də təbrik edirəm bu 5 illik qələbə münasibətilə. Gözümüz bir daha aydın olsun və bundan da böyük qələbələr bizi gözləsin inşallah. Amin. Çox sağ olun bir daha. Əziz dinləyicilər, bugün Can Azərbaycan verilişinin qonağı bizim dəyərli bəstəkarımız, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Camalzadə oldu. Sağ olun, salamat qalın.